Son zamanlar səsi az gələn, efirlərdə nadir hallarda görünən və bir növ sakitliyə çəkilən Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının qonağı olduq. İstədik ki, bir illik sükutu pozaq və görüşümüz elə bir zamana təsadüf etdi ki, ölkə gündəmini Ramiz Mehdiyevin cinayət əməlləri tutub. Nəzərə alaq ki, Fəzail Ağamalı son 30 ildə Ramiz Mehdiyev barədə kəskin danışıb, hər zaman onu ifşa edib. Təbii ki, bugün də deməyə sözü az deyil. Ramiz Mehdiyevin Azərbaycan istiqlalı ilə, müstəqilliyi ilə, onun qazanmış olduğu uğurlarla heç bir bağlılığı yox idi. O, bütün varlığı ilə təpədən dırnağa qədər Azərbaycan müstəqilliyinin əleyhinə idi. Və eyni şəkildə Moskva ilə bağlı idi. Ramiz Mehdiyev çox böyük bir aktyor kimi güya Azərbaycan dövlətçiliyinə xidmət edir, güya ulu öndərimizin ideyalarını ayrı-ayrı məqalələrində sifariş vermiş olduğu yazılarda İlham Əliyevin tapşırıqlarını yerinə yetirməkdə özünü səmimi göstərməyə çalışırdı. Ancaq bütün varlığı ilə, bütün ruhu ilə o həm rəhmətli ulu öndərimizə, həm də İlham Əliyevə qarşı duran, ona əks düşünən və bütün həm də varlığı ilə onları qəbul etməyən və onlara nifrət edən bir antipod idi. Yəni bir simasını gizlədən, sifətini gizlədən bir məmur idi. Belə bir adama qarşı çıxış etmək, onun qarşısına durmaq Ramiz Mehdiyev üçün bağışlanmaz idi. Və son vəzifədən gedən, hətta bugünə qədər onun, mən tamamilə buna şübhə etmirəm, ən çox nifrət etdiyi adamlardan biri mənəm. Parlament seçkilərində mənə mane olmağa çalışdı. Övladlarımın inkişafında ciddi bariyerlər qurdu. Hətta Ramiz Mehdiyevin aparat rəhbəri olduğu, vəzifədə olduğu dövrdə bu və digər tədbirlərdə nazirlər mənlə salamlaşmağa, görüşməyə belə ehtiyat edirdilər. Mən də bunu bildiyim üçün buna cəhd etmirdim. Çalışırdım ki, onlarla görüşmək imkanı olmasın. Belə bir situasiya əmələ gəlməsin. Mənim siyasi fəaliyyətimdə qəti şəkildə müəyyənləşdirdiyim qırmızı xətt var idi. O qırmızı xətti keçməsi, kiminsə tərəfindən keçməsi məni səfərbər edir və həmin adamın qarşısında dayanmalı olurdu. Bu, Azərbaycanın müstəqilliyi və milli dövlətçiliyidir. Müstəqillik və milli dövlətçiliyin qarantı kimi çıxış edən, bütün ruhumla və varlığımla bağlı olan Cənab Prezident İlham Əliyev vardı. Buna qarşı çıxan, mənim bütün hədləri keçərək, qırmızı xətti keçərək dövlətçiliyə çox böyük ziyan gətirmək xəttini anlayaraq ona qarşı durmuşam. Həm mətbuatda, həm Milli Məclisdəki çıxışlarımda, həm də Hüseyin Abdullayevlə bağlı baş vermiş olan olayda. Mənim üçün bir daha tək edirəm. Keçilməz sədd Azərbaycan dövlətçiliyidir, milli maraqlarımız və dövlət maraqlarımızdır. Onun qarantı olan, təminatçısı olan Cənab Prezidentdir və onun ailəsidir. Düşünürəm ki, sədrliyi daha gənc, daha perspektivli, daha enerjili bir ana vətənçinin sədr postunda oturması daha düzgün olardı. Günə xanım əgər Qultayda öz namizədliyini versə və partiyanın sədrlik vəzifəsini yerinə yetirməyə özünü hazır bilsə və
partiyanın fəaliyyətini daha da gücləndirmək, onun ənənələrinə sadiqliyini özündə, əməlində, fəaliyyətində ifadə etmək qənaətində olsa, təbii ki, mən onun namizədini müdafiə edəcəm və böyük məmnuniyyətlə sədrlik postunu, çox böyük məmnuniyyətlə bu sədrlik postunun estafetini ona təqdim edəcəm.